Hər kəs salam dostlarım, biz sizlərlə birlikdə botanika bağındayıq. Burada gördüyünüz kimi müxtəlif cür çiçəklər görə bilərsiniz. Burada o qədər oksigen var ki, adam həmişə gəlir, istəyər ki, burada otursun. Bura botanika bağı deyə gedir. Çox vloqerlər deyər, burada çəkiş edir, ancaq mənsə göstərim deyə gəldim və istədim sizə də göstəreyim. İndi davam etdikcə video sizə göstərəcəm. Elə sakit yer ki, təkcə quşların səsini eşidə bilərsiniz. Baxın. Bir çox bitki növü var. Məsələn üçün polyaqa, mayfrolunlar. Yəni qısaca mərsin yarpaqlı slotu, vətən Cənubi Afrika. Bir çox ölkələrdən bura toxumlar gətirilir. Bu toxumlarla birlikdə burada əkilir və sizə də təqdim olunur. Burada oturmağa yerlər var. İstədiyiniz türkə hər şəraitdə otura bilərsiniz. Yəni oturub da şəkillər də çəkə bilərsiniz. Oturub söhbət edə bilərsiniz. Gördüyünüz kimi ətraf şəlik dağlar, düzənliklər, ağaclar, bitkilər, uzalaqlar, hər şey var istədiyiniz kimi. Yuxarıda insanlar da çəkiliş yapır. Bir çox insan yəqin ki, burada gəlib çəkiliş yaparırdı. Burada heç vaxt görənməzsiniz ki, yerdə zibil var. Heç vaxt yerdə zibil görənməzsiniz. Çünki ümumiyyətlə hər tərəfdə gördüyünüz kimi zibil qablar qoyulub. Və yer zibil atmaq qadağandır, yəqin cərimələmək olur. İndi dostlar gördüyünüz kimi yağış başladı. Hər kəs yeri indi. Burada quşlar üçün yuvalar da var. İndi gedirik. İşte burada gördüğünüz kimi yerlerde koyulub yuvarlak fantom restoran, körpü göllər kafesi, tuvalet falan istədiyiniz hər şeyi tapa bilərsiniz. Dostlar gördüyünüz kimi burada xüsusi ərazilər də seçilir ki, burada da əkilir. Görürsünüz orada qızılgül falan bağım var. Bu restorandır. Burada restorandır. Oturup yemək yiyebilirsiniz. Gördüğünüz kimi burada çıxış yeridir. Artıq çıxışa yaxınlaşırıq. İndi insanlar olduğu için çoxunu çəkmir. Narazılıq şikayət də edə bilərlər. Elə bizim bəxtimizə də gələn gün elə yağış başladı. Bulutludur. Artıq çıxışa yaxınlaşırıq. Çıxışa yaxınlaşdığım üçün videoda dayandırıram. Kanalı like atıp abone olmağı unutmayın. Belə videoların davamını gözləmək unutmayın. Axırıncı olaraq da buranı çəkirəm. Burada giriş hissəsidir. Nəbahət bağının. Gördüyünüz kimi buradan düpbədüz gəldikdən sonra içəri daxil ola bilirsiniz. Sağ olun. Sağ olun.